Bu dəfə elə həyəti sürürdüm, ağaçları sürürdüm, ağacını sürüyanda dedim, ağalim, neyniyim? Özümə bir dənə həftə sonunda başımı qatım. Dedim, elə ağaçları sürüyandan sonra onsuz da video çəkmək lazım idi. Dedim, ən yaxşısı neyinirik? Bax, bu gördüyünüz töyöxin idi. Bax, indi oranı açıq təmizləmək istəyirəm. Bu işimi qutarım, dostlar. Keçirəm ora. Burada dediyim balaca xudmani hələ ki salafanlıdır. Üzü payıza, qışa inşallah biz buranı taxtalarla yığıb düzəldəcəm. İçəriyə də bu balacalar imkan verirsə, yəni inanmıram verir. Ona görə bunları indi buranı çıxardıb, gördüyünüz kimi, yəni burada zibillidir. Başlayaq. Bəlkə də bir çoxu deyir ki, nə var ki, balaca hindi təmizləmək olar. Amma yox, isti bir yandan, toz bir yandan zibillə dəhşət çoxdur. Bir dənə yorulmayasın, sözünü yəqin yazarsın da kombetdə. Dostlar, buranda yekunlaşdırdım, içəri tozdur. Buradan çıxan zibillər. Gördüyünüz kimi. Yəni, nə qədər heyvan yeri sağlam olsa, təmiz olsa, sağlam olsa. Təmiz olsa, yəni bir qədər heyvan çox o qədər yaxşı. Çünki xəstələnmir, eləmir. Xırıltıdır, pıxıltıdır, el arasında deyirlər. Yəni, elə bir şeylər olmur. Başa düşdünüz mü, qardaşlar?